Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. 4-cü ayın 1-i həftənin çərşənbə günü hər birinizi xoş gördük. Bəli, bugün də 90 dəqiqə ərzində son sosial gündəmlə qarşınızda olacaq. Bəli, mövcud hadisələri dərindən təhlil etmişik. 90 dəqiqə ərzində sizi bir-birindən maraqlı, sosial gündəmi əhatə edən mövzular gözləyir. Odur ki, diqqətiniz bizdə olsun. Bəli, bilirsiniz ki, məqsədimiz yalnız məlumat vermək deyil, həm də elə mövcud hadisələri dərindən təhlil eləmək, ictimai baxışları dəyərləndirmək və obyektiv informasiya ilə sizləri, tamaşaçıları maarifləndirməkdir. Qaynar xəttimizə daxil olan hər bir müraciət bizim üçün sadəcə bir mesaj deyil, bu elə sizin də səsinizi ifadə edən bir əhəmiyyətli çağırışdır. Biz də elə bu səslərə laqeyd yanaşmamışıq. Proqramımızın məzmunu da məhz bu fikirlər, elə suallar əsasında da formalaşıb. Gəlin ənənəmizə sadiq qalaraq əvvəlcə anonsları izləyək, sonra müzakirə edərik. Normadan çox yağdı, yolları, evləri su bastı. Problemdən çıxış yolu nədir? Rəsmi qurum nümayəndəsi suallarımızı cavablandıracaq. Tullantı ilə dolu üfunətli kanalizasiya xətti. Qonaq gələndə belə bu qorxudan deyir ki, biz orada qala bilmirik. Xətai rayonunda təhlükə saçan kanalizasiya xəttinin üzəri nə vaxt örtüləcək? Köhnə binalarda lift problemi. Ancaq onu eşidirəm. Datçik yandı, plato yandı. Mən bilmirəm nə qədər bunlar yanır. Gətirilən 1347 lift köhnələri tam əvəz eləyəcəkmi? Paytaxtda qəbir yerləri tapmaq müşkülə çevrilir. Burada elə qiymətdir ki, 8 min var, 10 min var. Elənin içində qiymət çox bahadır. Bəs qəbir yerlərinə görə pul tələb edilməsi qanunidir? Araşdırdıq. Gözəllik naminə risk. Yaxşı hiss edirəm deyə yanaşması burada bədən dismorfik pozuntudan danışmağımıza səbəb ola bilər. Estetik əməliyyatların görünməyən tərəflərindən xəbərimiz var. Bir gün günəşli, sabahı isə soyuq. Ürək-qan-damar sistemi xəstəliyinin əziyyət çəkənlər, astmatik vəziyyəti olan xəstələr. Bu halları biz tez-tez müşahidə edirik. Dəyişkən havada sağlamlığımızı necə qoruyaq? Bəli, bu və digər xəbərlər 90 dəqiqə ərzində sizin ixtiyarınızda olacaq. Bəli, onu qeyd eləyək ki, bir neçə gün əvvəl yağan yağışın fəsadları hələ də davam edir. Bundan bağlı elə rəsmi qurumun cavablarına da müəyyən suallar ünvanlayacaq. Onların cavablarını da eşidəcəksiniz canlı efirimizdə. Eyni zamanda elə anonslardan da göründüyü kimi bir çox sosial məzmunlu problemləri işıqlandırmağa çalışmışıq. Odur ki, 90 dəqiqə ərzində bizi izləməyi unutmayın. Bəli, elə qaynar xəttimizə daxil olan müraciətləri də biz araşdırmışıq. Əgər sizin də əlinizdə hər hansısa bir faktlar varsa, sizin də hansısa bir şikayətləriniz, təklifləriniz, problemləriniz varsa, bizim qaynar xəttimizə zəng edib müraciət edə bilərsiniz. Elə bu dəmdə də xatırladım ki, bizim 010-230-40-40 nömrəli qaynar xəttimiz var. Həmin qaynar xəttdə zəng vurub müraciətlərinizi edə bilərsiniz. WhatsApp və Telegram ünvanlarına da yaza, səsli və ya video mesaj da göndərmək imkanınız var. Bəli, hörmətli tamaşaçılar, bilirsiniz ki, proqramımız interaktivdir. Proqramımızı həmçinin İctimai Televiziyanın mobil əlavəsindən İctimai TV mobildən də izləmək imkanınız var. Xəbərimiz var. İctimai Televiziyanın YouTube səhifəsində də hazırda canlı yayımlanır və hər verilişdə sizə biz sual ünvanlayırıq. Həmin ünvanladığımız sualı ekranda gördüyünüz, hazırda görürsünüz, QR koddan istifadə etməklə YouTube üzərindən səs vermədə iştirak edərək cavablandıra bilərsiniz. Bəli, QR kodu görürsünüzsə artıq günün sualında mən elan edim. Günün sualı belədir. İntensiv yağış sizə hansı çətinliyi yaratdı? Su kəsildi, evimiz su bastı, yoxsa problem yaşamadı. Bax, bu üç variant sizin ixtiyarınızdadır. Bizdə bayram tətili günlərində olduğu vaxtda qeyri-sabit hava keçdi, sosial gündəm bir qədər aktuallaşdı. Bu tipli mövzular olduğuna görə biz də bir neçə gündə efirdə yox idik. Ona görə də çalışırıq ki, bu istiqamətdə də sizə sual verək ki, görək bu həmin o biz bayram ərəfəsində istirahət günündə olduğumuz vaxtda intensiv yağışların sizə problemi nədən ibarət oldu və yaxud da hansı bir problem yaşamamısınızsa, bu barədə də bizə bildirərsiniz və harada olacaq bu problem bizə daha doğrusu fikirlərinizi bildirmək təbii ki, günün sualında. Ona görə də günün sualını biz bu istiqamətdə seçmişik ki, intensiv yağış sizə hansı çətinliyi yaratdı? 3 variant var. Evimiz su kəsildi, evimiz su bastı, yoxsa problem yaşamadı. Bax, bu cavablar sizin ixtiyarınızda da artıq səs vermə başlayıb. Verilişin sonunda biz nəticələri elan edəcəyik.
Bəli, davam edirik, hörmətli tamaşaçılar. Gəncədə yaşayış binasında yanğın baş verib. Məlumata görə hadisə taxta konstruksiyadan ibarət 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzildə qeydə alınıb. Yanğın nəticəsində ümumi sahəsi 40 kvadrat metr olan mənzil əşyaları ilə birlikdə tamamilə yanıb. Bina sakinləri təxliyə edilib, hadisə nəticəsində xəsarət alan olmayıb. Alov qısa müddətdə söndürülüb və binanın digər hissəsi mühafizə olunub. Faktla bağlı hazırda araşdırma aparılır. Bəli. Şəkidə də fərdi yaşayış evində partlayış baş verib. Hadisə Aydın Məmmədov küçəsində qeydə alınıb. 2 mərtəbəli evin 1-ci mərtəbəsində yerləşən mətbəxdə baş verən partlayış yanğınla nəticələnib. Əraziyə cəlb olunan yanğın söndürənlər alovun genişlənməsinin qarşısını alaraq yanğını qısa müddətdə söndürüblər. Hadisə zamanı isə 2 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə Şəki rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin isə qaz sızması səbəbindən baş verdiyi bildirilir. Bax, yenə qaz sızması. Bəli, adətən ilk baxışda bir qədər paradoksal görünə bilər, amma yağışların intensiv olduğu bir vaxtda bəzən görürsünüz ki, yanğın hadisələrinin də sayı çoxalır. Təbii ki, rayonlarda da qeyri-sabit hava var. Uzun müddətli yağışlar binalarda elektrik xəttlərinin zədələnməsinə yəqin ki, gətirib çıxarır, rütubət artır və bu zaman belə yanğın hadisələri baş verir. Bəli. Xəzər rayonunda isə aparılan təmir-quraşdırma işləri, Qaradağ rayonunda isə aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə bugün səhər saatlarından etibarən sahil, qala və buzovna qəsəbələrinin bəzi hissələrinin, həmçinin stansiya qala yaşayış ərazisinin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Bu barədə Azərqazdan məlumat verilib. Bəli, qaz cihazlarını nəzarətdə saxlayın. Odur ki, elə qəfil qazın verilməsi ilə evdə qaz sızması ola bilər. Ona görə də ehtiyatı əldən verməyin. Siz qaz olmayacaq xəbərini verdiniz, mən isə işıq olmayacaq xəbəri verelim. Bakının Sabunçu rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Azərişıqdan məlumat verilib. Bildirilib ki, Sabunçu rayon Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində təmir işləri həyata keçiriləcək. Elə bununla əlaqədar olaraq da səhər saatlarında Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsinin bir hissəsində şəhər şosesi 1-ci, 2-ci və 3-cü döngələrdə elektrik enerjisinin verilməsində də məhdudiyyət yaranacaq. Bəli, təmir işləri yekunlaşandan sonra sözü gedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq. Bəli, bu məlumatı da sizə çatdırdıq, hörmətli tamaşaçılar. Təbii ki, bu profilaktik işlərlə bağlı aparılan bir necə deyim, təmirlə əlaqədar olan tədbirdir ki, insanlar elektrik enerjisi, amma yağış yağında da bəzi ərazilərdə də elektrik enerjisi ilə bağlı problemlər oldu. İndi elə buraxılışımızın növbəti mərhələsi yağışla bağlıdır. Çünki yağış yağanda gölməçə olur, amma bu dəfə gölməçə yox, göl, çay, bəzən də elə şəlalə oldu. Yəqin ki, hər kəs bunu müşahidə elədi. Normadan artıq yağan yağış bəzi vətəndaşları evlərində çox çətin vəziyyətə qoydu. Bir neçə gündür ki, Fövqəladə Hallar Nazirliyi təxliyə prosesi ilə məşğul olsa da, bu çətinlik hələ də qalmaqdadır. Əməkdaşımız Aysu İbrahimzadə Binəqədi rayonunda olanlardan danışacaq. Gəlin birgə baxaq. Budur bizim güzəranımız qardaş. Yağış deyirlər, ruzidir, bərəkətdir, amma bu bizə bəladır. Qaynar xəttimizə müraciət edən paytaxtın Binəqədi rayonu 1-ci mədən 41-ci korpus adlanan ərazidə yaşayan sakinlər intensiv yağışlardan sonra ərazidəki vəziyyətdən çətinlik çəkdiklərini deyirlər. Yağış bir neçə gün əvvəl yağsa da hələ də ərazidə su çəkilməyib. Bu isə normal yaşayış üçün ciddi çətinlik yaradıb. Uşaqlar nə məktəbə gedə bilir, bax. Hamısı məktəb vaxtıdır. Bir məktəbə getməli də gedə bilməyiblər heç kim. Su buradan, evin altı 1-ci mərtəbə tamamilə suyun içindədir. 60 santdan çox su var evin altında. Bir dənə motor gətirib qoyublar ora. Bu da elə bir ki, Xəzər dənizindən 2 qaşıq su götürmək kimi bir şeydir. Yəni o motor bu işi görəcək tərdə deyil. Hamısı ev 1-ci mərtəbə diri suyun içindədir. Altda heç yoxdursa bir 30 mindən yuxarıda malım hamısı gedib batır. Əraziyə suyun çəkilməsi üçün texnika cəlb edilsə də, sakinlər bunun kifayət etmədiyini deyirlər. Ərazidəki evlərə və əmlaka xeyli ziyan dəyib. Sakinlər deyir ki, həm məişət əşyaları, həm də iş üçün istifadə olunan avadanlıqlar yararsız hala düşüb. Bura neçə gündür bu vəziyyətdədir? Bu yağış yağan gündən bu vəziyyətdədir. Bir saatın içində olub bura belə. Yəni burada mənim özüm pompaları var, su.
su nasosunu vurmaq üçün. Bir dəqiqə birini ver, sarıtdırmağa verib gəlmişim, aparıb, biri yandı. İkincisi çatdırmadı. Beşləri daşıyıb başa yığmışam ki, bu mən özüm usta işləyirəm, bu mənim bütün avadanlıqlarımdır. Altda 23 dənə də pataryon maşın suyun içindədir. Ev çöküb. Evin yuxarısında hara baxsan çatlarım elə gəlir. Su qalxıb birbaşa motorun içərisinə. Bu var. Su gözün maşın motorun içərisində su. İçərisi də elədir maşınların, hamısını. Hamısı maşınların içərisində belədir, evlər də belədir. Belə bir vəziyyətdən isə ən çox əziyyət çəkən uşaqlardır. Evin içindən su paqqıldayıb qaynayır, hər şeyimiz batıb. 1500-ə mən orada bir taxt, divan almışam suyun içində, stollarım suyun içində, xalçam suyun içində. Yanınızdakı uşaqlar məktəblidir? Hə, 2-ci sinifdə oxuyurlar, dərsə zada getmirlər, qalıblar buradan baxaq. Sakinlərlə söhbətimizdən belə məlum oldu ki, əvvəllər də yağışdan sonra müəyyən problemlər yaşansa da, bu miqyasda su basma ilk dəfədir baş verir. Bərbad gündədir, getmək, gəlmək mümkün deyil. Kabellər, işığın kabelləri qalıb suların içində. Binanın zirzəmisi, mən onun içində geçsəm boğulub ölərəm. Girmək mümkün deyil, qorxuludur bu. Bir dənə şitə su dəysə, cəmatı məhv eləyəcək. Səhər-səhər mən uşağı aparanda özüm ayaqlarını gəldim, sabaqa verdim, uşaq geyindi, getdi. Belə günə düşməmişdik. İndi hamı adam köçüb getməlidir rayona ki, görməsin bu günü. Valla belə gündə mən 50 ildə bu günü görməmişdim mən. Bundan əvvəl də, yəni bir neçə ay bundan əvvəl də yağıntının miqdarı çox olmuşdu. Həmin vaxt cürüydü. Belə, bu birinci dəfədir ki, belə vəziyyətdədir. Bundan qabaq olub. Olub, podiyez də dolu olub. No, belə yox da, amma olub. Yollar vapşı batır, yolla keçmək olmur. Mən bir tər tapmışam, cəmaat hamı, bəs uşaq nəfəri gəlsin. Uşaq gedə bilmir axı, bu yolu məktəbə getməliyəm, dükana getməliyəm. Bura hələ yaxşı ki, dükkan var. Mən xəstəxanaya getməliyəm, mən də necəyim? Məsələ ilə bağlı iri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirildi ki, sözü gedən əraziyə briqada cəlb edilib. Suyun kənarlaşdırılması üçün işlər görülür. Sadəcə suyun kənarlaşdırılması. Təbii ki, burada kollektorların olmaması öz sözünü deyir və yaxud da ki, nə bilim, qurudulmuş, daha doğrusu gölləri qurudub, əraziləri zəbt eləyib, hansısa bir qanunsuz tikintilər aparırlar və s. və ilaxır. Bax, bunun nəticəsidir ki, ekosistem öz işini məcbur bu şəkildə görür və nəticədə də həmin ərazidə olan evlər su basmaya məruz qalır və yaxud da vətəndaşlar, sakinlər çətin vəziyyətdə qalırlar. Bax, elə bu da həmin ərazilərdən biri idi sadəcə. Bəli, çox düzgün vurğuladınız ki, ekosistem özü-özünü necə tənzimləyə bilirsə, bacardığı qədər. Bəli, çünki yəni bu görüntülər bir daha göstərir ki, intensiv yağıntı təkcə elə hava problemi deyil, elə həm də infrastruktur problemidir. Yəni doğrudan da bir neçə gün əvvəl yağan yağış çəkilməyibsə, deməli sistemdə problem var. Suyun altında qalan evlər, həyatı iflic olan insanlar, yəni göz önündədir. Havanın qeyri-sabit olması bir çox hallarda enerji ilə də bağlı bizi sınağa çəkir. Qar yağır, qaz, işıqla bağlı problem olur. İsti, anormal hava olur, su, işıqla bağlı problem olur. Bir tək yağış yağanda problem yaşamırdıq. İndi isə yağışlı havada. Bəli, indi isə o da, yağışlı hava da o sıraya daxil oldu ki, artıq problemlərə yol açır. Bəli, həqiqətən belədir. Normadan artıq yağan yağış səbəbindən bir neçə ərazidə içməli su, elektrik enerjisinin verilməsi ilə bağlı problemlər yaşanır. Bəli, Abşeron Gənclər şəhərciyində də yağışın fəsadları ilə mübarizə aparılır. Kompleksdəki binaların zirzəmilərini su basıb, indi əməkdaşlarımız həmin ərazidən xəbər verirlər. İşıq yoxdur, qaz yoxdur, su yoxdur, binaya qalxış yoxdur. Cəmaət uşaqlarını götürüb getməlidir. Nə etməlidir bə? Oradan suyu vura bilmir də, o həmin... Mənim də xəstə uşaqdır, indi aparırım meyvəliyə. Əgər uyğunsa siz istədiniz, siz deyin. Aramsız yağışlardan bir neçə gün keçməsinə baxmayaraq, kompleks ərazisindəki binaların zirzəmləri hələ də su ilə doldu. Bu səbəbdən sakinlərin elektrik enerjisi günlərdir kəsilib. Bundan əlavə su nasoslarının işləməməyinə görə sakinlər həm də susuz vəziyyətdə qalıblar. Vura bilsinlər. Vopki kanalizasiya yoxdur. Podvalların içində bizdə işıq işləri olduğuna görə işığı söndürmək məcburiyyətində qaldılar. Deyilənə görə 12 blokda hal-hazırda su basıb bu vəziyyətdədir. İndi məcbur xarasa gedək, yəni
soyuducular, bütün şeylər xarab olub. İşıq yoxdur, xaladen işləmir. Mat hamısı xarab olub ayın. Neçə gündür yoxdur? 3 gündür. Qalmışıq işıqsız. Deyir biz işıq verə bilmirik. Gərək o su tamdanıb çəkilsin, sonra topu yandıraq. Sakinlər deyirlər ki, kommunal problemlərə görə bəzi bina sakinləri artıq evlərini tərk edib. Adam yoxdur, hər kəs daşınıb gedib. Mən işləyirəm burada, işimdən qalmışam. Problemlər artıb, bitmir, neynəyək? Nə su var, nə işıq var, heç nə. Padvallar suyun içindədir hamısı. Hələ bina çökəcək, qalacaq altında. İşləmir. 10-cu, 11-ci mərtəbəyə cəmaət əldən vedirlə su daşıyır. Hal-hazırda da su gəlmir. Elektrik enerjisinin kəsilməsinə görə liftlər də artıq işlək vəziyyətdədir. Sakinlər əllərində yüklə bu şəkildə 11 mərtəbəli binanı pilləkənlə qalxmaq məcburiyyətində qalırlar. Yəni belə uşaqlarla liftlə qalxırıq, lift işləmir deyə qalxırıq ayaqla. Yəni işıqsız hər halda heç bir şey evdə işləmir. Neçənci mərtəbəyə qədər uşaqlar özünüzdən qaldırırsınız? 11-ci mərtəbə. Kanisterlərdən su daşıyırıq 10-cu mərtəbə. Binalar 11 mərtəbədən ibarətdir. Qab-qaşığımız qalıb, su yox, paltarlarımız qalıb burada, yumağa heç nə. Şərait pisdir, vəziyyətdədir bir dəqiqə, hal-hazırda. İçməyə suyumuz yoxdur. Suyu da almaq problemdir, daşımaq bir problem. 9-da yaşayıram, mən yorulmuşam ayaqla, qalxıb düşməyi. Gündə 2 dəfə qalxıram, düşürəm. Yaşlı adamam, mən qalxıb düşə bilmirəm axı. Nə qədər olacaq, lift işləmir. Su yox, lift işləmir, bax boşalır, heç nə. O yer olmuşuq da. Yaşayış kompleksinin nümayəndəsi bildirir ki, ərazidə 4250 mənzil və təxminən 12-13 min əhali yaşayır. 85 blokdan 20-yə yaxını eyni problemlə üzləşib. Problemin əsas səbəbi isə magistral xəttin tutulmasıdır. O xətt açılmayınca buranın suyu getməyəcək. Fövqəladə 3 gündə oradadır. Nasosxanalar orada suyun altında qalıb. Yəni bu nasosxanalar işləsə buranın suyunu dartıb aparacaq. Padvallar, zirzəmilər hamısı ağzına kimi sudur. Xəttlər də oradan gedir. Yəni işıq qoşa bilmirik ki, pajar ola bilər. O su gedəndən sonra zirzəmilər quruyacaq. Qorutma işləri aparılan nasosxanaya baş çəkdik. Bakı Su Kanal İdarəsinin rəis müavini qeyd etdi ki, 12 nasosdan hazırda yalnız 3 işləyir. Ümumi rejim isə 4 nasos üzərinə qurulub. Digərləri yağışlı hava şəraiti üçün nəzərdə tutulub. Bildirildi ki, mövcud 3 nasosla vəziyyətdən çıxmaq mümkündür. Qalanlarsa mərhələli şəkildə qurudularaq işə qoşulacaq. Gördüyünüz kimi Gücün 1600 kovala transformatoru 3-cü nasosun qoşulması əməliyyatlar axırı başa çatdırıldı. Azərbaycan ilə əlaqə yaradılır. İş bitdiyindən sonra xəttə gərginlik verilən kimi artıq 3 nasos rejimə çıxmış olacaq. Dünəndən olaraq artıq Masazır qəsəbəsinin tam 24 saatlıq suyun verilişini təmin etmişik. Xırdalan qəsəbəsində dünən saat axşam 10-dan bugün gecə 12-dən bugün saat 10-a qədər artıq su vermişik. O da bildirildi ki, gecə saatlarına qədər sistem tam bərpa olunacaq və qəsəbələr fasiləsiz su ilə təmin ediləcək. O ki, qaldı Abşeron Gənclər şəhərciyindəki binaların zirzəmilərinə dolan yağış sularına. Onların da çəkilməsi bu nasosların işə düşməsindən sonra mümkün olacaq. 4000-ə yaxın mənzil var idi və yeri gəlmiş ki, hörmətli tamaşaçılar, bu görüntülər yəni ötən gün çəkilib, ötən gün hazırlanıb bu sujet material efirə. Yəni ümid edirik ki, orada qeyd olunanlar gələcək zamandaydı təbii ki, indi o gələcək zamanda bugündür. Ümid edirik ki, həmin ərazidə yaşayanlar elə elektrik enerjisi ilə də təmin olunub, su ilə də təminatı ilə bağlı ümid edirik ki, elə bir problem yaşamayıblar. Əgər hansısa bir problem hələ də qalıbsa, bizim qaynar xəttimizə yaza bilərsiniz. Yeri gəlmişkən əməkdaşımız Türkiyənin də orada böyük bir riski gözə aldığı da elə aydın sezilirdi ki, çünki su basmış ərazidə transformator, yəni yarıya qədər sudaydı, o da həmin ərazidə stand-up edirdi. Bunun özü də bir çətinlik idi, onun özü də bir yeri gəlmişkən çox təhlükəli bir riskli situasiya. Təhlükəli vəziyyəti cəsarətinə görə təbii ki, ona da alqış düşür burada. Bəli, doğrudan da elə qurumlar tərəfindən nə qədər tədbirlər görülsə də, amma mövcud şərait onu göstərir ki, hələ ki bu tədbirlər yəni yetərli deyil bu fəsadların qarşısını almağa. Yəni bu problemlərin həlli yalnız suyun çəkilməsi ilə yox, müxtəlif sistemli şəkildə, yəni belə halların təkrarlanmaması üçün dayanıqlı həllərə yəni mütləq ehtiyac var. Dayanıqlı həllər də yoxdur. Həmin o dediyimiz yağış kollektorları yoxdur. Yəni vaxt var idi, yağış kollektorları,
kanalizasiya, tullantı su şəbəkəsi, Hər birinin özünün ayrı xətti. ayrı yolları vardı. İndi isə bir xəttdə həm yağış suyu da var, kanalizasiya sistemi də var, nə bilim və s. və ilaxır qeyri-yaşayış obyektləri, yaşayış obyektləri, yəni, mənzillərin. Drenaj sistemi əsaslı şəkildə yenilənməlidir, təzələnməlidir. Yəni, başqa çıxış yolu yoxdur, belə görünür. Davam edirik, hörmətli tamaşaçılar. Bütün bu çətinliklər bir neçə istiqamətdə qeydə alınıb. Problemin əsas səbəbi də əsasən yağış kollektorlarının işlək olmaması, elə yaxud da ümumiyyətlə olmamasıdır. Bəs gələcəkdə bu çətinlikləri yaşamamaq üçün hansı addımlar atılmalıdır? Bunun üçün mövcud infrastrukturda hansısa dəyişikliklər olmalıdırmı? Təbii ki, olmalıdır. Su Ehtiyatları Agentliyinin təbii ki, gücləndirilmiş iş rejimində olduğunu nəzərə alaraq qurum nümayəndəsi Əli Məhərrəmli ilə iş başında təbii ki, müsahibə alacaq. Bu işdə də bizə əməkdaşımız Ceyhun Səbahəddinoğlu kömək edəcək. İndi bizim təbii ki, verəcəyimiz sualları birbaşa Ceyhun Səbahəddinoğlu canlı yayımda ona ünvanlayacaq. Ceyhun, salam, artıq siz efirdəsiz. Buyurun. Buyurun, eşidirik. Salam Aydın, salam Aysel, hər vaxtınız xeyir. Bəli, elə sizin də qeyd etdiyiniz kimi, həmçinin reportaj vasitəsilə vətəndaşlara göstərdiyiniz kimi ötən həftə yağan güclü yağışlar nəticəsində Bakı şəhərində və qəsəbələrdə xeyli problemlər yarandı. Həm fərdi yaşayış evlərində, həm də binalarda, xüsusən də binaların qarajlarında və zirzəmilərində xeyli problemlər yarandı. Və güclü yağışın fəsadı tək bununla da olmadı. Bəzi su anbarları elə yağış sularının altında qalması ilə də əhaliyə verilən suda da kəsintilər oldu. Bəzi ərazilərdə günlərlə su gəlmədi, bəzi ərazilərdə saatlarla su verildi və elə bu kimi sualların, yəni gələcəkdə belə bir problemlərin yaşanmaması üçün hazırda yanımda Xətai rayon üzrə Su Kanal İdarəsinin şöbə müdürü Əli Məhərrəmli var ki, elə bizim birinci sualımız ona bundan ibarət olacaq ki, bu kimi problemlərin yaşanmasının əsas səbəbi nədir? Salam Əli bəy, hər vaxtınız xeyir. Salam. Ümumiyyətlə, son günlər yağan yağışlarla bağlı Bakı şəhərində, o cümlədən də Xətai rayon ərazisində müşahidə olunan intensiv yağıntılar zamanı həmin vəziyyətdə yaranan müvəqqəti su yığılmaları müşahidə olunur. Bunun əsas səbəbi, indi qurum adından bildirirəm ki, bunun əsas səbəbi normadan artıq yağan yağışlardır. Xüsusən də onu qeyd etmək lazımdır ki, normadan artıq dedikdə, bu illik normadan 6 dəfə artıq son yağışlarda yağıntı qeydə alınmışdır. Bu cür səbəblər kanalizasiya xəttləridir, su tullantı xəttləridir, yağış suları sisteminin pik səviyyədə dolması ilə nəticələnir. Yerə gəlmişdən onu da qeyd etmək lazımdır ki, urbanizasiya prosesinin getdiyi intensiv ərazilərdə torpaq örtüyü səth örtüklərindən əvəzlənir. Yəni, gecə qondulardır, fərdi yaşayış evlərdə, halbuki orada norma üçün nəzərdə tutulmayan yerlərdə gecə qondular tikilir. Bunlar da yağışın torpaq tərəfindən udulmasının qarşısını alır. Yəni, bu cür məsələlər yığışı nəticədə xəttlərin dolması, normadan artıq yağışın yağması bu cür fəsadları yaranmasına gətirib çıxardı. Bəs Əli bəy, daha çox hansı ərazilərdə müraciət daxil oldu ki, orada vətəndaşlar belə deyək, çıxılmaz vəziyyətdə idilər və gözləyirdilər ki, tez bir zamanda orada belə deyək, ya həyətlərdən, ya tunellərdən sular çəkilsin və belə deyim, normal həyatlarına davam edə bilsinlər. Baxın, az öncə qeyd etdiyim kimi, norma üçün nəzərdə tutulmayan yerlərdə fərdi yaşayış evləri tikilir, gecə qondular. Ən çox problemlər bu cür yerlərdə baş verir. Xətai rayonunda Polad Həşimov qəsəbəsi, dəniz qırağında nəzərdə tutulmayan yerlərdir. NZS qəsəbəsi var, OPD qəsəbəsi. Köhnə kanalizasiya sistemləri olan, daha çox problemlər köhnə kanalizasiya sistemləri qurulan ərazilərdə yaranır. Yəni, normadan artıq su yağışıdır, əhalinin köç eləməsi, yaşaması xəttlərin daşmasına gətirib çıxardır. Amma buna baxmayaraq, qurum ərazi üzrə nasos stansiyaları, kollektor xəttləri fasiləsiz gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Bununla da yanaşı, operativ qəza bərpa briqadaları müvəqqəti yığışan suları kənarlaşdırır, fəaliyyət göstərir. Ondan danışmışam, indi hazırda hansı ərazilərdə bax, bu işlər aparılır?
Hal-hazırda Xətai rayonunda Ezes qəsəbəsi Abbas Səhər küçəsindədir, Rəşid Bağırov küçəsindədir. İşlər operativ şəkildə qurumun nəzarəti altındadır. İşlər də davam etdirilir. Suyun təmizlənməsi prosesinin həyata keçirildiyi yerlərdə vəziyyət artıq bir qənaət bəxşdirmi? Yəni orada vətəndaşların belə deyək, həm gündəlik həyatına təsir edən, həm məişət şəraitinə təsir edən maneələr aradan qaldırılıbmı? Demək olar mərkəzi küçələrdə yığışan sular aradan qaldırılıb, intensiv şəkildə bu proses davam etdirilir. Yəni yenə dediyim kimi ərazi üzrə bir neçə briqadalar operativ şəkildə fəaliyyət göstərir, problemi tezliklə tam yekunlaşmasına gətirib. Əli bəy, bir də qeyd etdiniz ki, köhnə kanalizasiya sistemlərində daha çox problem yaranır. Bəs bilirik ki, şəhərin müxtəlif ərazilərində, xüsusən şəhər kənarında bir işlər aparılır ki, yeni bir kanalizasiya xəttləri çəkilir, kollektorlar qurulur. Bəs köhnə ilə müqayisədə, yəni köhnələr artıq nə qədər dəyişilib, neçə faizi yenilənib, nə qədəri köhnədir? Yəni bu proses bir neçə il aparacaq ki, artıq biz köhnə kanalizasiya sistemlərini günahlandırmayaq ki, onlara görə belə problemlər yaranır. Bununla bağlı xüsusi olaraq birinci növbədə onu qeyd etməliyik ki, Cənab Prezidentimiz 2026-2035-ci il dövlət proqramı imzalayıb. O proqram daxilində də Bakının müəyyən yerlərində, elə Xətai rayonunda kollektor xəttlərinin təmir tikintisinə artıq startda verilib, işlər aparılır. Bakı, Abşeron yarımadasının hər bir yerində, yəni bu cür işlərin də aparılmasına başlanılır. Biz görürük ki, məsələn, köhnə 5 mərtəbələr, yataqxana tipli binalar artıq onların istismar müddəti bitdiyi üçün sökülür və yerində yeni müasir tipli binalar və köhnə ilə müqayisədə daha çox mənzilin olduğu binalar tikilir və bu da bir məntiqi olaraq yanaşsaq daha çox əhalinin yaşaması deməkdir və eyni əhalinin kanalizasiya sistemi bu köhnə sistemə birləşdirildikdə böyük ehtimal ki, bunun da yaratdığı problem elə indiki vəziyyətə gətirib çıxardır. Bəs bununla bağlı hansı bir proqram varmı ki, yeni binalar tikiləndə nələrə diqqət edilməlidir, nələr nəzərə alınmalıdır? Baxın, elə az öncə qeyd etdiyim kimi 2026-2035-ci il proqramına bunlar da daxildir. Yeni çəkilən böyük diametrli kanalizasiya, yağış suları, kollektorları bu cür yüklərin qarşısının alınmasına köməklik göstərəcək. Biz onda belə deyək, elə yekunlaşdıraq bu sualında, yəni gələcəyə dair indi vətəndaşlarda bir ümid olmalıdır ki, artıq növbəti yağışda onları nə gözləyir? Onda elə bu dövlət proqramı ilə demək olar ki, həyata keçirildikcə bu problemlər aradan qalxacaq. Bəli, bu problemlər tədricən aradan qaldırılacaq. Bununla yanaşı da iri şəhərlərin Birləşmiş Su Təchizatı xidməti tam nəzarətə götürüb vəziyyət tam nəzarət altındadır. Operativ işlərin də görülməsi davam etdirilir. Çox sağ olun Əli bəy, minnətdaram. Deməli, elə olduğumuz ərazidə də hazırda briqada yağış sularının getdiyi yeri təmizləyirlər ki, burada tutulan yerlər təmiz olsun və növbəti dəfə su axını üçün şərait yaransın. Amma ötən ildə biz ümid eləyirdik ki, bu il daha yaxşı olacaq, bu il problemlər az olacaq. Amma buna baxmayaraq biz yenə müxtəlif ərazilərdə, demək olar ki, yəni bu müxtəlif dediyim bir az ərazi deyil. Böyük bir ərazilərdə, Bakı və Bakı ətrafı ərazilərdə yenə biz bir xeyli çətinlikləri gördük. Həm də bu çətinliklər şaxələnirdi. Həmçinin kanalizasiya sistemləri, kollektor məsələsi, həmçinin içməli su problemi belə yarandı. Biz ümid edirik ki, növbəti dəfə artıq bu işlər mərhələli şəkildə həyata keçirildikcə biz artıq daha belə deyim ki, az bir ərazidən danışacağıq ki, artıq az bir ərazi qalıb ki, bu ərazidə təmir bərpa işləri bitdikdən sonra şəhərdə və şəhərin ətrafında bu kimi hallarla rastlaşmayacağıq. Amma təbii ki, burada təbii fəlakət, yəni təbii fəlakətdən söz gedir ki, yəni gözlənməyən yağışlar da olur ki, həddindən artıq yağış yağır və bu kimi hallarla da bir çox ölkələr də rastlaşır və eyni səhnə ilə qarşılaşırlar. Amma ümid edirik ki, bu səhnələrin sayı azalacaq və növbəti illərdə biz artıq daha xoş xəbərlər verəcəyik. Hələlik bizdən bu qədər.
Təşəkkür edirik Ceyhun, Çox sağ olun. təşəkkür edirik ətraflı məlumata görə. Bəli, dövlət proqramı qəbul olunub, söz yox. Biz onu 9 il ərzində icra olunması mərhələsində artıq yavaş-yavaş bu prosesdən biz çıxdığımızın şahidini olacaq. Elə həmin o müşavirədə Dövlət Su Ehtiyatları Agentliyinin sədri də bildirdi ki, 1980-ci illərdən salınan yağış və kanalizasiya sistemləri var idi ki, artıq onların da ömrü 30-40-50 il daha doğrusu olduğundan istismar müddətini başa vurub. Həmin bu müddət ərzində də Bakının ərazisi 2,6 dəfə, əhalisi isə 2,1 dəfə böyüyüb və bununla bərabər Aysel, yağıntıların da norması artıb. Yəni bir aylıq yağıntı təsəvvür edirsiniz, bir gündə yağır, təsəvvür edirsiniz, bəlkə də bir neçə saat ərzində yağıb. Çünki kifayət qədər böyük bir müddət oldu, yəni bu yağıntı, yəni ən az özümüz gördük, 2 gün ərzində Bakıda dayanmadan, yəni aralıq vermədən də, yəni eyni tempdə o yağışın yağdığını biz müşahidə edirik. Təbii ki, o da haradasa bir aylıq normadan artıq yağıntının miqdarı idi ki... Hətta 100 illik rekordu vurdu, belə xəbərlərdə eşitdik. Yəni bu demək istəyirəm ki, bu üç bucaq artıq bizi təhlükədə olduğumuzu xəbər verir. Ərazi artıb, əhali artıb və hava da öz sözünü deyib, normadan artıq. Bu üç bucağı həll eləmək lazımdır. Üç bucağın təpə nöqtələrindən biz, həndəsi bir termin təbii ki, burada istifadə eləmək istəmirəm. Yəni bu üç bucağı biz demək olar ki, həll eləməliyik. Dediyim kimi, bu illər ərzində Bakı böyüyüb. Nəzərə almalıyıq ki, gələcəkdə bu cür normadan artıq yağıntılarla rastlaşa bilərik. Bunun üçün də bizim 9 il vaxtımız var. 9 il vaxtımız var. Ümid eləyək ki, əməkdaşımız Ceyhunun da dediyi kimi bu məsələlər gələn il daha da kəskin şəkildə özünü biruzə verməyəcək. İllər ərzində azalacaq. İllər ərzində azalacaq. Elə biz bu məsələnin aktuallığını nəzərə alaraq bir daha xatırlatma eləyək ki, elə günümüzün sualını da bu istiqamətdə qoymuşuq ki, intensiv yağış sizdə hansı çətinliyi yaratdı? Elə əslində veriliş boyu nümayiş elətdirdiyimiz süjetlərdən, problemlərdən də görünür ki, həqiqətən də fəsadlar çoxdur, göz qabağındadır. Yəni, variantlar sizə təklif eləmişik. Su kəsildi deyənlər varsa ilk cavabı, evimi su bastı deyənlər. İkinci cavabı, problem yaşamadım deyənlər isə üçüncü cavabı seçə bilər. Çünki həqiqətən paradoksal vəziyyət bəzən görürsünüz ki, yəni doğrudan da elə problem yaşamayanlar da var. Var idi, bəli. Yəni, elektrik enerjisi, içməli su, qaz təchizatı və yaxud da zirzəmisi, həyəti su olmayan ərazilər də var. Yəni, bunu da etiraf edirik. Yəni, ən az ətrafımızda da belə insanlar var. Ona görə də biz bu üç variantı sizin ixtiyarınıza vermişik. Verilişin sonunda təbii ki, nəticələri elan edəcəyik. Bəli, indi isə yağışdan çıxdıq. İndi də sürüşmə hadisələri bir-birinə əvəz eləməyə başlayıb. Sularının hopub keçirməyən qatın üzərində yığılması sürüşmə əmələ gətirir. Sonuncu dəfə paytaxt ərazisinə aylıq normadan 4-6 dəfə artıq düşən yağıntının Zığ, Əhmədli, xüsusən də Batamdar ərazilərindəki sürüşmə zonalarını aktivləşdirməsi ilə bağlı xəbərlər vermişdik. İndi isə digər ərazilərdə təbii ki, bu proses baş verib. Ümumiyyətlə, təhlükə varmı? Süjetdən biləcəksiniz. Ərazi Bakı-Salyan şosesinin 7-ci kilometriyidir. Bir qədər də dəqiq desək, Bibi Heybət məscidinin yaxınlığı. Üzü rayonlar istiqamətində təxminən 80-100 metrlik ərazidə torpaq sürüşüb. Sürüşmə nəticəsində yolun sağ və sol çiyinlərindəki istinad divarları yerindən tərpənib. Bunu kənardan dayanıb baxanda da açıq-aydın görmək olur. Diqqət yetirsək görürük ki, həm də beton plitələr asfalt beton örtüyündən qopub və ərazidə iri çat əmələ gəlib. Paralel olaraq hərəkət etdiyim indiki piyada səkisinin istinad divarına birləşən hissələrində də baxın, belə iri çatlar yaranıb və istinad divarı ilə səki tamamilə aralanıb. Bir qədər irəli gələndə gediş-gəliş zolağının mərkəzinə baxanda da, yəni yolun tam mərkəzindən keçən böyük çatın da yarandığını açıq-aydın şəkildə görmək olur. Ən qəliz vəziyyət yolun Üzül-Ökbatan dairəsi istiqamətinə gedən hissəsində, yəni sağ çiynində baş verib. Fikir verirsinizsə, burada böyük bir çala əmələ gəlib, yerdəyişmə prosesi nəticəsində belə bir dərinlik var və bu dərinlik avtomobil yolunun alt hissəsinə doğru irəliləyir və
kifayət qədər də dərin olduğunu rahat şəkildə görmək olur. İndi bir qədər də qarşı tərəfə yaxınlaşaq. Fikir verin, yuxarıdan axan torpaq kütləsi istinad divarının arxa tərəfinə aşıb, tökülüb və bu divar olmasa təbii ki, həmin qaya parçaları birbaşa avtomobil yoluna dağılardı. Ərazidəki bu görüntülər torpaq sürüşməsinin qeydə alındığını təsdiq edir. Amma təhlükəlidirmi? Bax, bunu deyə bilmirik. Çünki işin mütəxəssisi deyilik. Məhz buna görə də aidiyyəti üzrə Geoloji Kəşfiyyat Agentliyinə məlumat verdik. Bildirildi ki, sözgedən yerə mütəxəssislər cəlb olunacaq və monitorinq aparılacaq. Aparıldı da, amma nəticə barədə hələ ki açıqlama verilmədi. Qeyd olundu ki, bununla bağlı çox yaxında ictimaiyyətə məlumat veriləcək. Hələ Bibi Heybət yolu, Günəşli yolu, Zığ yolu, bax o tipli, yəni geoloji relyef baxımından o enişli, yoxuşlu yollar bax eyni, yəni əhəmiyyət kəsb edən yollar saydığım 3 yolda var. Bəli, bu tip daha hadisələr, çox təhlükə Bibi Heybətdə var. Təbii hadisələr digər təbii prosesləri də aktivləşdirir. Artıq bu məlum məsələdir. Elə bu kadrlardan da bir daha onu göstərir ki, Salyan şosesi də kifayət qədər əhəmiyyətli magistral yollardan biridir və bu diqqətdən kənarda qala bilməz. Çünki səhv eləmirəmsə 10 il öncə təmir olunub həmin o yol, elə istinad divarları da elə həmin ərəfədə qoyulmuşdu. Yəqin ki, gördünüz, elə gündüz özü göstərdi ki, həmin o istinad divarı olmasa, həmin o daş parçaları yolun ortasına qədər avtomobillərə də zərər vura bilər. Yəni, bu məsələdə doğrudan da mütəxəssislərin cəlb olunması çox vacibdir. Çünki bu yoldan hər gün minlərlə avtomobil keçir, hətta ola bilər insanlar, piyadalar da keçir. Risk çoxdur, bəli. Risk çoxdur. Dediyim, həmin o relyef baxımından eyni ərazilər Günəşli qəbristanlığı, hətta Günəşli qəbristanlığı yolu Bağdakı prospektinin qutaracağında da, orada da eyni tipli yoldur. İstinad divarları qurulub. Təxminən 3-4 il öncə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən də istinad divarları qoyulub ora. Düzdür, həmin ərazidə daha doğrusu Bibi Heybətdəki kimi problemlər müşahidə olunmur xoşbəxtlikdə, amma Bibi Heybətdə vəziyyət elə də ürək açan deyil. Ən azı kadrlardan biz bunu müşahidə edə bildik. Bəli. Bugündən həmçinin onu da qeyd eləyək ki, Azərbaycanın daxili su hövzələrində sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu qadağan olunur. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib. Məlumata görə Nazirlər Kabinetinin təsdiq edilmiş balıq və digər su bioresursları ovunun qaydalarına əsasən kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədi ilə balıq və digər su bioresurslarının ovu Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikənd su anbarlarında aprelin 1-dən düz sentyabrın 1-nə qədər qadağan edilir. Sentyabrın 1-dən adı çəkilən daxili su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovuna balıq ovlama bileti almış şəxslər qaydalarla müəyyən edilmiş şərtlər əsasında ovu davam etdirə biləcəklər. Bəli, qanunvericiliyə əsasən idman və həvəskar balıq ovu üçün balıq ovlama biletinin alınması tələb olunmur və qaydalara müəyyən edilmiş şərtlər daxilində həyata keçirilə bilər. Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin və Cinayət Məcəlləsinin nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Təbii ki, bu barədə də sizi məlumatlandırdıq. Elə bugündən sənaye məqsədi ilə balıq ehtiyatlarının qorunması məqsədi ilə atılan addımlardan biridir. Həqiqətən də elə qadağa konkret əraziləri və tarixləri də əhatə eləyir. Yəni sənaye məqsədi ilə bunu nəzərdə saxlayın. Sənaye məqsədi ilə balıq ovuna qadağa qoyulub bugündən. Hörmətli tamaşaçılar, su kanalizasiya mövzusunu davam etdiririk təbii ki. Xətai rayonunda təhlükəli vəziyyətdən bəhs eləyəcəyik. Üstü açıq xətt onlara sakinin çirkab suların içərisinə atıb demək olar ki, sakinləri Zığ qəsəbəsində mövcud olan bu problemdə xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb. Əlaqədar qurum problemdən də agahdır. Bəs bu illər ərzində sakinlərin təhlükəsizliyi üçün niyə həll yolu tapılmayıb? Əməkdaşımız bu məsələni araşdırıb, gəlin birgə baxaq. Qaynar xəttimizə daxil olan şikayət əsasında Xətai rayonu Elvin Şükürlü küçəsində olduq. Sakinlərin sözlərinə görə ərazidə uzun müddətdə açıq qalan kanalizasiya xətti və onun ətrafına yığılan tullantı ciddi narahatlıq doğurur. Yayılan ifunət sakinlərin evdə belə rahat oturmasına mane olur.
Zibillə dolu olan kanalizasiya xətti suyu ötürə bilmədiyi üçün yağışlı günlərdə çirkəb sular ətrafa yayılır. Sakinlər həm də uşaqların hər an çirkəb suyun içinə düşəcəyindən narahatdılar. Onların sözlərinə görə məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edilsə də, problem hələ də həllini tapmayıb. Bu gəlib zibil yeşiklərlə, qutularla zibilləri atmağa mümkün deyil. Gölməçilər, natəmizliklər. O indi bir qadının balaca körpə uşağı düşüb bu kanalizasiyanın axarına. Natəmizlik, yenə də deyim, evdə adam olmaz, uşaqdır, düşər ora. Bataqlıqdır, bir fəsaddır öyrənir. Bütün çirkab sular axır tökülür bura, üstü açıqdır. Yayda qonşumun uşağı düşdü, getdi onu çıxartmaq əvəzinə qadının özü də düşdü. Pilusdakı qadının ürəyi sıxıldı, yolun ortasında qaldı. Bu vəziyyətdə o çirkab nə bilim, nətər başa salmışsa özünüz başa düşürsünüz. Ora uşaq düşsün, o nətər olar o uşaq? Ağcaqanad hədsiz dərəcədə çox olur, pis qoxu olur. Hətta qonaq gələndə belə bu qoxudan deyir ki, biz orada qala bilmirik. Həqiqətən çox pis qoxu olur, çox pis iyi olur. Axşam biz çöldə çıxıb otura bilmirik pis qoxuya görə ağcaqanad əlindən. Yəni məcburiyyət qarşısında hamı gəlib burada yüngülvari bir ev tikib yaşayır. Yəni amma ona baxmayaraq yenə də belə də vəziyyəti özünüz göz qabağındadır. Hər bir şey göz qabağındadır, rütubət, kanalizasiyalar açıq. Elə uşaq öz gözümün qabağında elə düşdü bura kanalizasiyaya. Təsəvvür ki, mən onun yanında olmasaydım nə baş verərdi? Dolu su ilə, yəni nələr vardı onun içində. Uşaq batdı ora, mən özümü atdım onu dalayıca, çıxartdım onu oradan. Sonra özüm düşürdüm təzədəndən ki, qonşular məni çəkdilər, çıxartdılar. Biz də öz növbəmizdə məsələ ilə bağlı Xətai rayonu icra hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, sözügedən problemdən xəbərdardılar. Məsələnin həlli üçün müvafiq qurumlarla birgə əraziyə artıq baxış keçirilib. Kanalizasiya xəttinin üstünün bağlanması üçün lazım olan materiallar sifariş edilib. Yaxın günlərdə məsələ öz həllini tapacaq. Bəli, xoşbəxtlikdən həqiqətən də təhlükəli vəziyyəti, xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb. Amma bu o demək deyil ki, bizdə belə hal baş verməyib. Xatırlayıramsa, keçən ilin iyun ayında Baksol yolunda bir gənc elə durduq yerdə quyuya, kanalizasiya quyusuna düşdü və nəticədə bir neçə gündən sonra onun meyidi 38 kilometr aralıda Hövsanda tapıldı. Yəni, belə hallar baş verir. Yəni, bu o demək deyil ki, bizdə kanalizasiya quyusuna düşüb ölüm halı baş verməyib. Yox, bu baş verib. Ona görə də aidiyyatı qurumlar bu tədbirləri daim nəzarətdə saxlar. Nəinki üstü açıq, elə üstü bağlı kanalizasiya quyusuna da düşmək mümkündür bizdə. Hətta yağış vaxtı, yəqin ki, görüntüləri siz də gördünüz. Həmin o kanalizasiya quyularından suların da fışqırdığını biz müşahidə elədik. Çünki qaytarır da, yəni, az öncə dediyimiz ki, yağış kollektorlarının olmaması, bir xəttə hamının qoşulması və nəticədə nə olur? Qaytarma prosesi baş verir. Qaytarır. Elə bir həftədir gündəmi zəbt eləyən yağış mövzusunu davam elətdiririk. Hörmətli tamaşaçılar, rəqəmlərə görə Bakıda bir günə aylıq yağıntının dəfələrlə yüksək olması deyildi. Ümumiyyətlə, bu normaya yenidən baxılmasına ehtiyac varmı? Ekstremal hava şəraitinin səbəbləri nədir? Bu barədə indi biz studiyamızda müzakirə açacağıq. Qonağımız Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasovadır. Xoş gəlmişsiniz. Xoş gəlmişsiniz Gülnarə xanım. Elə gəlin ilk əvvəl. Buyurun, buyurun. Günarə xanım, ümumiyyətlə bu normaya yenidən baxmağa ehtiyac varmı? Yəni, dediyimiz kimi, bu illər ərzində, az öncə də biz qeyd elədik o uçucağı ki, Bakı böyüyür ərazi olaraq, əhali də böyüyür və norma da artıq çoxalıb. Bəlkə bu normaya biz yenidən baxaq, artıq bunu bir standart kimi, ekvivalent kimi qəbul eləyək bu normanı ki, yəni belə olanda bizdə heç bir problem olmayacaq. Yoxsa onun üçün də 9 ildən sonra yenidən baxılmalıdır. İlk öncə dəvət üçün təşəkkür edirəm. Çox sağ olun. Həqiqətən çox aktual bir mövzudur. Deyək ki, martın 27-sindən ta ki bu günə qədər ən çox müzakirə olunan mövzu ölkə ərazisində güclü leysan xarakterli yağıntıların olmasıdır. Normalara yenidən baxılması ilə bağlı, bəli, bu artıq bizim həyata keçirəcəyimiz bir məsələlərdən biridir. Hazırda bunun üzərində təhlillər aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu üzrə deyək ki, işləri həyata keçirilir. Məsələ ondadır ki, düşən yağıntı biz
qiymətləndirmə aparılan zaman deyək ki, baza ilə götürülür 61-90-cı illər üzrə normalar istifadə edilir və bu Ümumdünya Meteorologiya Təşkilatının üzv dövlətlər üçün tövsiyəsidir. Yəni bizim ölkəmizdə 1993-cü ildən həmin təşkilata üzvdür və Ümumdünya Meteorologiya Təşkilatının tövsiyələri, sənədləri əsasında biz öz normativ sənədləri əsasında biz öz fəaliyyətimizi qururuq və işləri həyata keçiririk. Lakin normaların dəyişməsi indi niyə aktualdır? Çünki iqlim dəyişmələri var. İqlim dəyişmələrinin təsiri artıq bizim ölkəmizdə deyil, bütün dünyada ən aktual ekoloji problemlərdən biridir. İqlim dəyişmələri bilirsiniz ki, bütün atmosfer hadisələrinə öz təsirini göstərir. Deyək ki, biz son illərin statistikasına baxsaq, daha tez-tez, deyək ki, qısa müddətli, amma intensiv, güclü yağıntıları müşahidə edirik. Yağıntılı günlərin sayında biz dəyişiklikləri müşahidə edirik. Eyni zamanda qısa müddətli, daha güclü küləkləri, ki, fırtınaları biz müşahidə edirik. Bəli, iqlim dəyişmələri öz təzahürünü göstərir. Əsas təzahürlərindən biri də qısa müddətli güclü yağıntıların olmasıdır, ekstremal yağıntıların olmasıdır ki, və qeyri-bərabər paylanması yağıntıların, deyək ki, ərazilər üçün xarakterik olmayan yağıntıların müşahidə edilməsi. Biz Bakı və Abşeron yarımadasında ərazi üçün xarakterik olmayan yağıntıları müşahidə edirik və son 5 ilə baxsaq, hər birimizin gözü qarşısındadır ki, 2024-cü ilin oktyabrında, 21-22 oktyabrında və bu zaman Bakı Abşerona düşən yağıntının miqdarı oktyabr ayı üçün iqlim normasından 3 dəfə artıq idi. Növbəti ildə isə keçən il aprelin 25-i, aprelin 15-i, 16-sı 2025-ci ildən söhbət gedir və burada da 15-i, 16-sı sutka ərzində düşən yağıntı artıq 70 millini ötürdü ki, bu da son 59 ilin rekord göstəricisi idi. Aprel ayı üçün, bəli, aprel ayı üçün keçən il 59 ilin rekord göstəricisi yeniləndi. Sonuncu dəfə Bakıda elə güclü yağışlar aprel ayı üçün 1966 ildə müşahidə edilmişdir. Temperatur da kəskin düşmüşdü, xatırlayın. Bəli. Bu il isə artıq 2026-cı ildə martın 27-sindən başlayaraq 28-nə deyək ki, 2 gün ərzində biz Bakı Abşeron yarımadasında fasiləsiz yağıntıları müşahidə etdik. Buna səbəbi istərdim ki, bildirim. Ölkəmizə deyək ki, cənub-qərbdən soyuq atmosfer cəbhəsinin təsiri idi. Eyni zamanda həmin dövr ərzində 27-sindən 29-una qədər ölkəmizdə sinoptik şərait siklonun təsiri altında formalaşırdı və qeyd etmək istərdim ki, siklonun mərkəzi də məhz Abşeron yarımadasındaydı və bu təsirlərin nəticəsində eyni zamanda ərazimizdə temperaturun yüksək olması konveksiyanın yüksəlməsinə gətirib çıxardı. Buxarlanma çox idi. Bu isə yağıntı buludlarının daha çox qidalanmasına, enerji almasına səbəb olmuşdu və biz Bakı Abşeronda bu səbəbdən belə güclü yağıntıları müşahidə edə bildik. Sutka ərzində düşən yağıntı 143 milli idi ki, bu da artıq siz də az öncə qeyd etdiniz ki, mart ayı üçün, bəli, mart ayı üçün iqlim normasından artıq 6 dəfə yüksək idi. Sonuncu dəfə Bakı Abşeronda mart ayında belə güclü yağış 1988-ci ildə müşahidə edilmişdi. Bu zaman 38-16 millimetr yağıntı düşmüşdü ki, o da aylıq normanın 150%-ni təşkil edirdi. Sonraki dövrlərdə mart ayında belə güclü yağıntılar qeydə alınmışdı. Yəni coğrafiya dərslərindən də bizə Bakıda illik norma yağıntı 120 millimetrdir. Yəni harada bir illik yağıntı yağıb da. Bəli, bir illiklə də müqayisə eləsək, bəli, əlbəttə ki, çoxdur. Ümumiyyətlə, Bakı Abşeron yarımadası bilirsiniz ki, iqlim xarakteristikasına əsasən yağıntıların az olduğu, daha çox isti, quru iqlimə malikdir və ərazi bu tipli güclü yağışlara, deyək ki, öyrəşməmiş bir ərazidir. Nəzərə alsaq da ki, şəhər, urbanizasiya, ətrafların asfalt örtüyü yağıntıların hopmasının qarşısını alır və bəli, bu da şəhər ərazisində bəzi ərazilərdə su basma hallarına gətirib çıxara bilir. Onda mən belə başa düşdüm ki, yəni deyilənlər bir növ doğru idi. Yəni atmosfer cəbhəsində bloklanma vardı, jet stream
deyilən bir cərəyandır, səhv eləmirəmsə. O bloklanma nəticəsində belə normadan artıq yağıntı düşüb, yoxsa? Bəli, əlbəttə. Yəni radarlar yoxdur, biz yanımızda xəritə üzərindən göstərə bilmirik təbii ki. Ən az bir təsəvvür eləyə bilərik də. Bəli, ölkə ərazisində həmin dövrlər ərzində martın 27-dən 29-una qədər ölkədə siklonun bərqərar olmuşdu və həmin siklonun təsiri altında sinoptik şərait formalaşmışdı. Eyni zamanda az öncə də qeyd etdiyim kimi temperaturun yüksəlməsi, buxarlanmanın artması həmin bulatların qidalanmasını gətirib çıxartmışdı. Daha çox enerji yığılmışdı və nəticədə də belə biz güclü yağışları müşahidə etdik. Bilmirəm, indi fərziyyə demək olar buna yoxsa yox. Bəzən görürsünüz, regionda baş verən müharibə hadisələri ilə də bağlı əlaqələndirə bilirlər ki, belə kütləvi bu cür yəni intensiv yağış sizcə ola bilərmi o təsir olsun? Yoxsa mifdir? Ümumiyyətlə, deyək ki, yaz fəsli artıq atmosfer proseslərinin aktivləşdiyi bir dövrдür. Hər birimiz bunu bilirik və proseslər aktivləşir. Eyni zamanda az öncə də qeyd etdik ki, sinoptik vəziyyət təhlil edilib, araşdırılıbdır və ölkəmizə cənub-qərbdən daxil olan siklonun təsiri nəticəsində proseslər baş veribdir. Siz dediyiniz məsələ ilə isə bu artıq tədqiq edilməsi, araşdırılması üçün kifayət qədər vaxt tələb eləyən məsələ. Ümumiyyətlə, yəni iqlim dəyişikliyi sizcə bayaq sadaladığımız rekordların artmasına, yəni dəyişməsinə gətirib çıxarırmı? Bəli, əlbəttə iqlim dəyişmələrinin az öncə də qeyd etdik ki, təzahürlərindən biri də ərazilər üçün xarakterik olmayan yağıntıların müşahidə edilməsi, daha az qısa vaxt ərzində daha çox yağıntının müşahidə edilməsi, yağıntıların intensivliyinin artması, daha ekstremal yağıntıların daha tez-tez müşahidə edilməsini biz görürük və buna misal olaraq da bildirdik ki, son 5 ildə biz artıq demək olar ki, hər il müxtəlif fəsillərdə, yaz və payız fəsillərində belə güclü yağıntıları müşahidə edə bilirik. Gələcək illərdə necə? Müəyyən proqnozlar var bununla bağlı? Yəni bu tip yağışların baş verməsi? Bəli, iqlim dəyişmələri hesabatları var ki, hansı ki bu hesabatlar deyək ki, alimlər tərəfindən aparılan müxtəlif hesabatlar, eyni zamanda deyək ki, iqlim ssenariləri var ki, bəli, iqlimdə olan bu dəyişikliklər bu şəkildə davam edərsə, atmosferə atılan emissiyaların miqdarı azalması aparılmazsa, bu cür deyək ki, atmosfer hadisələri ilə biz razılaşmalı olacaq. Yəni bu normadan artıq yağıntı məsələsini biz illik bu normanı qaldıra bilərik. İndi ki, siz az öncə də vurğuladınız ki, 60-90-cı illər ərzində mən təsəvvür edirəm ki, yəni 30 ildən bir sadəcə buna baxılır. Artıq vaxtı gəlib çatıb. Yəni bu illik norma ilə bu dəyişilməlidir, yoxsa aylıq norma ilə? Bu proses təbii ki, özünü hər tərəfdən də fərqli formada göstərə bilər. Yəni illik normaya biz baxmalıyıq, yoxsa aylıq normaya? Mən istərdim ki, bu iqlim norması ilə bağlı bir qısaca deyək ki, açıqlama verək ki, iqlim norması nədir? Hər bir ay üçün, hər bir ərazi üçün xüsusi iqlim norması var. Deyək ki, Bakı üçün xarakterik olan aylıq norma ilə biz Böyük Qafqaz ərazisini müqayisə edə bilmərik. Və yaxud da Talış dağlarını. Bəli, müqayisə edə bilmərik. Ərazi üzrə, deyək ki, Bakı Abşeron üzrə bizim yerləşən stansiyalarımızda çox illik müşahidə məlumatları toplanılır. Onlar təhlil aparılır. Ən azı bu dövr 30 ili əhatə etməlidir. Və 30 illik sıralar deyək ki, təhlil edilir. Sonra onların hesablanması, riyazi yolla hesablanması həyata keçirilir. Digər mərhələdə isə artıq iqlimdə deyək ki, bu 30 illik sıralarda dəyişiklik varsa, artıq iqlim normaların yenidən dəyişilməsinə ehtiyac olduğunu göstərir bu artıq. Bir də var ki, illik iqlim norması, bu artıq ölkə üzrə bir norma var. Bəli, ölkə üzrə burada artıq regionlar, tək Bakı şəhəri yox, bütün stansiyalar üzrə hidrometeoroloji şəbəkə qeyd etmək istərdim ki, ölkəmizin bütün ərazisini əhatə etməkdədir. Hər bir ərazidə bu stansiyalar fəaliyyət göstərir və həmin o stansiyaların müşahidə məlumatlarının təhlili nəticəsində biz yekunda ölkə üzrə yekun bir iqlim norması çıxarılır ölkə üzrə. Bu tək yağıntı üzrə deyil, eyni zamanda temperatur üzrə də belə bir norma var ki, bu artıq limit
deyək ki, limit kimi. Günar xanım, son olaraq elə sizin burada olmanızdan istifadə eləyək, soruşaq görə bu qarşıdakı 1-2 gün ərzində hava necə olacaq? Bəli, artıq aprel ayıdır. Aprel ayı deyək ki, bir keçid ayıdır. Soyuq dövrdən biz isti dövrə keçirik. Bu ayda hava çox dəyişkən olur və yaxın 3 gün ərzində ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperaturda biz bir qədər yüksəlmələri gözləyirik. Lakin gecə və səhər saatlarında Bakı şəhərində də eyni zamanda bölgələrimizdə də duman olacağı gözlənir. Ümumilikdə aprel ayına baxsaq əgər temperaturun, deyək ki, ölkə üzrə temperaturun iqlim normasına yaxın olacağı gözlənilir. Əsas odur ki, normaya yaxın olacaq. Yağıntıların da normaya yaxın, lakin bəzi, deyək ki, dağlıq, dağ ətəyi rayonlarımızda iqlim normasından bir qədər yüksək olacağı ehtimalı da var. Təşəkkür edirəm. Studiyamıza gəlib suallarımızı cavablandırdınız. Bəli. Nə qədər müasir binalar, abad həyətlər, yeni infrastruktur yaradılsa da Bakının dəyişməyən problemlərindən biri var ki, hər zaman eyni sualı aktuallaşdırır. Bugün lift işləyəcəkmi? Bəli, hər gün verilən sualdır. Bəzi bina sakinlərindən söhbət gedir. Xüsusilə köhnə çox mərtəbəli binalarda yaşayan sakinlər üçün lift birbaşa elə təhlükəsizlik məsələsidir deyərdik. Bəli, problem var, amma elə işlər də görülür. Görək, elə görülən bu işlər real həyatda da nə isə dəyişirmi? Zərnişan Məmmədova bu barədə danışacaq. Gəlin baxaq. Bakının bir sıra ərazilərində köhnə çox mərtəbəli binalarda lift işləməməsi problemi hələ də aktualdır. Sakinlər deyir ki, binaya qalxmaq və düşmək xüsusilə yaşlılar və uşaqlar üçün ciddi risk yaradır. Bəzi binalarda liftlər tam işlək deyil, digərlərində isə tez-tez nasazlıq yaranır. Lift qapılarının bağlanmaması, kabinanın mərtəbələr arasında dayanması və uzun müddət təmir edilməməsi sakinlərin gündəlik həyatını çətinləşdirir. Bu, həm fiziki, həm də psixoloji narahatlıq yaradır. Ancaq onu eşidirəm, datçıq yandı, plato yandı. Mən bilmirəm nə qədər bunlar yanır. Niyə bunu axıra qədər təmir etmirlər? Bu yaxınlarda bu 10 gün ərzində bəlkə bir 3 nəfər liftdə qalıb. Təzə liftləri gözləyin, olacaq nə vaxtsa, amma dəqiq vaxt deyilməyibdir. İndi biz hamımız da ümidlə yaşayırıq ki, bu liftlər nə vaxtsa düzələcək. Yəni əslində bu təhlükəli bir situasiyadır. Siz baxsanız görəcəksiniz, qapılar bağlanmır. Burada yuxarı mərtəbədə yaşayan çox ağır xəstə insanlar var. Onların səhhətini nəzərə alsınlar, bu təmir olunsun bu liftimiz. Ekspertlər də xəbərdarlıq edirlər ki, liftlər işləmədiyi hallarda mərtəbələrə piyada qalxmaq xüsusilə yaşlı və xəstə insanlar üçün təhlükəlidir. Onlar tövsiyə edirlər ki, riskli hallar zamanı qapıların yanında qalmamaq və mümkün qədər ehtiyatlı hərəkət etmək vacibdir. Əgər liftdə hər hansı bir nasazlıq yaranıbsa, onun təmiri yalnız ixtisaslaşmış müəssisə tərəfindən və ixtisaslı mütəxəssislər tərəfindən belə deyək, təmir edilməlidir və texniki qulluğun göstərilməsi də yalnız ixtisaslaşmış müəssisə tərəfindən belə deyək, həyata keçirilməlidir. Təbii ki, əgər liftdə nasazlıq baş verərsə, əgər liftin trosu, elektrik sistemi, əylək sistemi və digər aqreqat və detalları nasaz vəziyyətdə olarsa və vaxtında texniki qulluq göstərilməzsə, təmir edilməzsə, əlbəttə bu liftin belə deyək, təhlükəli vəziyyətə gətirib çıxarmasına səbəb ola bilər ki, bu da ondan istifadə edən şəxslər üçün də müəyyən belə deyək, təhlükələr yarada bilər. Bakı Şəhər Lift Təmir İstehsalat Birliyinin məlumatına görə son bir neçə ildə paytaxtda 1347 ədəd yeni lift gətirilib. Bu il gətirilən 141 müasir lift isə istismar müddəti başa çatmış köhnə liftlərin yerinə paytaxtın müxtəlif rayonlarında quraşdırılır. Qurum bildirir ki, yeni liftlərin daim nəzarətdə saxlanması və xidmətinin təmin olunması məqsədi ilə mərkəzi dispetçer xidməti sistemi də yaradılıb. Eyni zamanda balansda olan və 25 ildən artıq istismar olunan köhnə liftlər mərhələli şəkildə yeni liftlərlə əvəz edilir. Bəli, bu problemlər var. Yəni ki, hasil köhnə binalarda yaşayanlar bunu yaxşı başa düşərlər.
Bəli, yenə də bir idarə etmə problemidir deyərdim. Həqiqətən də liftlərin böyük bir hissəsi istismar müddətini başa vurur. Çoxdan başa vurub. Çoxdan başa vurur və mütəmadi qulluqlar da yəni şifahi formada mən deyərdim ki, verilirmi, yoxsa ya yerində gəlib baxışmı keçirilir? Elə yeri gəlmişkən lift Bakı şəhərində və daha doğrusu Respublika ərazisində lift və liftlərin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə Prezident İlham Əliyev də fevral ayında buna bağlı sərəncam da imzalanmışdı. Bakıda 141, Sumqayıtda 30, Naxçıvanda 11 və s. belə bu siyahı var ki, orada 9 milyon manatdan çox vəsait ayrılıb. Sırf bu sahə üzrə liftlərin maddi texniki bazasının yaxşılaşdırılması məqsədilə və bu maliyyələşmədə təbii ki, birbaşa rayon icra hakimiyyətlərinə ayrılıb. Yəni, rayon icra hakimiyyətləri binalarda liftlərin müasir standartlara cavab verməsini təmin etməlidir. Ən azı bu prezidentin sərəncamında nəzərdə tutulub. Hörmətli rayon icra hakimiyyətləri Bakı şəhərində 141 mənzili, daha doğrusu 141 binada yeni liftlərin quraşdırılması təmin olunmalıdır. Fevral ayında verilən sərəncam əsasında. Qurumun təqdim elədiyi rəqəmlər kağız üzərində müsbət görünə bilər, amma reallıqda vəziyyət necədir? Elə reportajdan da görünür ki, sakinlərin gündəlik təcrübəsi onu deməyə əsas verir ki, hələ də bu çətinliklər davam edir, var, rəqəmlər özünü təsdiqləmir. Yəni, hər gün insan öz yaşadığı binada fövqəladə vəziyyətlə rastlaşacaqmı, o cür hisslə yaşamamalıdır. Çünki bu məsələ elə birbaşa qurumların nəzarətində olmalıdır. Nəzərə alsaq ki, bəzi ərazilərdə də elektrik enerjisinin verilməsində də fasilələr olur. Buna görə də o liftlərin maddi texniki bazasının yaxşılaşdırılması nəzərdə tutulur deyəndə, məhz onlarda UPS sistemlərinin də olması da çox vacib şərtdir ki, yəni elektrik enerjisi kəsiləndə lift səni ən yaxın mərtəbəyə qədər, yəni təhlükəsiz şəkildə elektrik enerjisi olmadan həmin o UPS sistemi vasitəsilə rahat şəkildə ən yaxın mərtəbəyə çatdırmalıdır. Yəni sən saatlarla və yaxud da dəqiqələrlə orada elektrik enerjisinin verilməsini gözləməməlisən. Çünki klaustrofobiyası olanlar təbii ki, bunu daha yaxşı başa düşərlər. Həqiqətən belədir. Bu suallar, cavabsız qaldıqca, yəni sakinlər də, yəni pilləkənlərlə yox, risklə daha çox üz-üzə qalmağa davam eləyəcəklər. Belə davam edirik, hörmətli tamaşaçılar. Şəhər həyatının gündəlik ritmində insanların ən çox istifadə elədiyi məkanlardan biri də yeraltı keçidlər və eskalatorlardır. Bu mexanizmlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl eləmək təkcə tövsiyə deyil, elə həyati zərurətdir deyərdi. Eskalatorların istismarı, texniki vəziyyəti və nəzarət mexanizmləri necə həyata keçirilməlidir? Bəs Aysel Əliyeva araşdırıb. Paytaxt ərazisində yerləşən bir neçə yeraltı keçiddə eskalatorlar işləmir. Bu yeraltı keçidlərdən istifadə edən vətəndaşlar eskalatorların işləməməsindən şikayətçidirlər. Keçəndə o tərəfdə də, o tərəfki qalxdığımda bu baş tərəfini belə qırmışdılar. Adamlara deyirdilər qırılıbdır da ona görə. Qırılıbdır, kimsə gəlsin, düzəlsin. Həm məktəbdən çıxan uşaqlar, həm yaşlı nəsil bu eskalatorlardan istifadə edir, xəstə insanlar. Nəzərə alıb eskalatorun iş fəaliyyətini daha da yaxşılaşdırmaq məqsədə uyğun olar. Bəs ümumiyyətlə özünüzün rastlaşdığı bir problem varmı eskalatorla bağlı? Eskalatorla bağlı bəzən baxımsızlıq olur. Yəni ağzına kağız qırıntıları, zibil qırıntıları yığılır. Çətinlik odur ki, çox vaxt işləmir eskalator. Əlimizdə hansısa bir yük gələndə bizə çətinlik olur. Amma mən çalışıram pilləkəndən istifadə edeyim. Sakinlərin sözlərinə görə bəzi keçidlərdə eskalatorlar ya natamam işləyir, ya da baxımsızlıq səbəbindən tez-tez dayanır. Mütəxəssislər isə bildirirlər ki, eskalatorlar təhlükəsiz görünsə də istifadə qaydalarına əməl olunmadıqda xəsarət riski artır. Həm uşaqların, həm də böyüklərin bu avadanlıqlardan düzgün istifadə etməsi vacibdir. Artıq yük olmaz və hətta deyək ki, iri həcmli əl çantalarından başqa və yaxud iri həcmlər, hətta əl çantalarını da belə həmən eskalator üzərinə qoymaq olmaz. Az yaşlıların əlindən tutmaq lazımdır. Eskalatorun istiqamətinin əksinə durmaq lazım deyil. Hərəkət istiqamətinin sağ tərəfində durmaq lazımdır və eyni qaydada da düşəndə də hər zaman
son pilləyə fikir vermək lazımdır. Çünki bu çox adamlarda fobiya olur və hər an belə deyək, problemsiz eskalatorda da belə ilişmə anı yaranır. Təhlükəsizlik qaydalarına əməl etmək vacib olsa da, avadanlığın texniki vəziyyəti də əsas amildir. Ekspertlər deyirlər ki, hər bir eskalator mərhələli şəkildə gündəlik, həftəlik və illik texniki yoxlamalardan keçirməlidir. Burada mütəmadi olaraq vizual yoxlamalardır. Gündəlik hansı ki, yeyilən, qırılan, əsən, hər hansı bir mexanizm, titrəyişlər, simmetriyanın, eskalatorun pilləkənlər arasındakı simmetriyanın pozulmasıdır. Bu kimi amillər həftəlik, günlük və aylıq olaraq bölünür və ildə bir dəfədən az olmayaraq bütün avtomatika, elektronika hissəsi, elektrik hissəsi yoxlanılır və hətta yük testi də olunur. Yəni bu testdən sonra artıq qənaətə gəlinir ki, qurğu tam təhlükəsiz formada istismar olunacaq. Mövzu ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Bildirildi ki, paytaxt ərazisində olan yeraltı yerüstü piyada keçidlərindəki eskalatorlar mütəmadi olaraq yoxlanılır. Oradan xüsusi nəzarətçilərimiz var ki, onlar hər gün eskalatorlar yoxlayırlar. Əgər hər hansı bir problemi varsa, dərhal aidiyyəti üzrə məlumat verilir və qısa müddətdə aradan qaldırılması istiqamətində addımlar atılır. İctimai yerlərdə təhlükəsizlik təkcə qurumların yoxlamaları ilə bitmir. Hər birimiz eskalatorlardan istifadə edərkən müvafiq qaydalara əməl etməli, nasazlıq gördükdə dərhal aidiyyəti qurumlara məlumat verməliyik. Bəli, məlumat verməliyik, amma məlumat veriləndən sonra həmin o təmir bərpa prosesi vaxtında yerinə yetirilirmi? Yox, xeyr. Bir mənalı şəkildə. Xeyr, təbii ki, qış parkında. Cavab da bəllidir. Qış parkında biz bunu görə bilərik. Nə bilim, digər, yəni eskalatoru olmayan, lifti olan ərazilərdə, yəni yerüstü piyada keçidindən. Ümumiyyətlə, yerüstü piyada keçidi niyə olmalıdır və yaxud da yeraltı piyada keçidi niyə olmalıdır? Bu özü tamam bir ayrı mövzudur ki, yəni burada amma varsa işlək olmalıdır. İşlək olmalıdır, o ayrı məsələ. Bax, eskalatorda təhlükəsizlik qaydaları deyil, davranış qaydaları deyil, əlində yükü ora qoymaq olmaz və s. və hərəkət istiqamətinə bu dayanmalısan və s. və ilaxır. Amma gəlin bir nəzərə alsaq ki, bu nə qədər müəssərdir? Biz bugün mikromobillikdən, şəhər infrastrukturundan, piyada yönümlülükdən danışırıqsa, bu nə qədər əl çatandır ki, bu eskalatorlar yeraltı və yaxud da yerüstü keçidlərin olması? Və yaxud da yəqin bilmirəm. Bu artıq bir mənalı şəkildə qəbul olmalıdır ki, yerüstü, yeraltı piyada keçidləri xərc tələb edir, yanaşma dəyişilməlidir. Müəyyən keçidlərdə də elə görürsünüz ki, yuxarıya qalxan eskalatorlar işlək vəziyyətdədir, amma aşağı enən eskalatorların əksəriyyəti işlək vəziyyətdə deyil. Elə mən də o nəticəyə gəlirəm ki, yəqin ki, burada enerjiyə qənaət məsələsi var, amma hər halda yaşlısı və yaxud da uşağı olsun, araba aparan, uşaq arabası aparan valideynlər olsun, onlar üçün aşağı enmək də təbii ki, çətin məsələdir. Elə eskalator çox kömək olur elə insanlar. Biz bunu dəfələrlə danışmışıq, yenə də deyirəm, yəni yerüstü və yeraltı piyada keçidlərinə yanaşma kökündən dəyişməlidir. Çünki müasir dövr, mikromobillik, şəhər infrastrukturu, əlçatanlıq, müəssərlik və s. və ilə. Qurumlar da hər dəfə açıqlama verir ki, həmin o ehtiyat hissələri də çox gələ bilmir, bahadır, həm də müəyyən müddət alır. Artıq görürük ki, bu xərc tələb edir, yəni bunu dəyişək. Qısa bir xatırlatma edək ki, bizim 0-12-30-40-40 nömrəli qaynar xəttimiz var. Bu nömrəyə zəng və müraciətlərinizi edə bilərsiniz. Eyni zamanda həmin nömrənin WhatsApp və Telegram ünvanları da var ki, orada yaza bilərsiniz, səsli və ya video mesaj da göndərmək imkanınız var. Bəli, hörmətli tamaşaçılar, proqramımızı həmçinin İctimai Televiziyanın mobil əlavəsindən, İctimai TV mobildən də izləmək imkanınız var. Xəbərimiz var İctimai Televiziyanın YouTube səhifəsində də hazırda canlı yayımlanır və hər verilişdə sizə ünvanladığımız sualı hazırda ekranda gördüyünüz bu QR koddan istifadə etməklə YouTube üzərindən səs vermədə iştirak edərək cavablandıra bilərsiniz. Elə günün sualını da buyurun təqdim edin. Bəli, bir daha xatırladaq günün sualını. İntensiv yağış sizə hansı çətinliyi yaratdı sizdən soruşuruq. Su kəsildi, evimiz su bastı, yoxsa problem yaşamadı? Bax, bu üç variant sizin ixtiyarınızdadır. Veriliş boyunca səs verə bilərsiniz. Verilişin sonunda, proqramımızın sonunda günün sualının nəticələrini elan edəcəyik. Bəli, bir məlumatı da sizin diqqətinizə çatdıraq ki, bugündən qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək. Bundan bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. Layihəyə əsasən aprelin 1-dən qadağan olunmuş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə
şəhərdə elektron siqaretlərdən istifadəyə görə 30 manat məbləğində cərimə tətbiq olunacaq. Bəli, cərimələnmək istəmirsinizsə bu qaydalara mütləq riayət edin. Ümumiyyətlə elə siqaret qutularının da üzərində yazılır ki, Səhiyyə Nazirliyi xəbərdarlıq edir ki, tütün məhsullarından istifadə etmək sizin sağlamlığınız üçün ziyandır. Yəni, ümumiyyətlə, siqaret, elektron, tütün və s. bu kimi tütün məhsullarından nə qədər imtina etsəz, elə o qədər yaxşıdır. Bax, elə bugünkü bu qadağa da sizə bir fürsət verə bilər, yerə gəlmişkən elektron siqaretdə daha çox axın eləyənlər sanki tütünü tərgitmək məqsədi ilə. Sanki özlərini aldadırlar, belə deyərdik. Aldadır, yəni bir növ o tütün doyum hissini bir müddət alternativ kimi qəbul olunurdu sanki. Ona görə elə bugün bir fürsətdir. Yəni zərərsiz alternativ kimi təqdim olunurdu, amma nəzərə alın ki, bəli, bugündən etibarən bu tələbin pozulması artıq xəbərdarlıqla yox, cərimələrlə həll olunacaq. Bəli, davam edirik, hörmətli tamaşaçılar. Bakı böyüyür, dəyişir. Bu dəyişiklik fonunda megapolisə çevrilən paytaxtda yaşamaq digər bölgələrə nisbətən daha da çətinləşir desək yanılmarıq. Daşınmaz əmlak, bəzi istehlak mallarının qiymətindəki fərq Bakını digər bölgələrimizdən yaşayış üçün bahalı bir məkana çevirib. Doğrudur. Bütün bunlarla yanaşı Bakı ölmək üçün də elə ən bahalıdır. Yəni bunu da demək əsasımız var. Bunu qəbristanlıqların əməlli başlı bazara çevrilməsi əyani şəkildə sübut edir. Fantastik qiymətə bu gözəl paytaxtda qəbir yerləri satılır. Aysel, təsəvvür edirsiniz? Bəli, çox maraqlıdır ki, bəs bu formalaşan qiymət qanunidir mi ümumiyyətlə? Əslində bilirik ki, heç də qanuni deyil. Yəni, yaxınını torpağa tapşırmaq bu qədərmi bahalı olmalıdır, bu qədərmi bahalıdır? Əməkdaşımız Ayşə Rızayeva bu maraqlı məsələni araşdırıb gəlin baxaq. Paytaxtda qəbir yerlərinin qiymətləri ərazilərdən asılı olaraq 250 manatdan 10.000 manata qədər dəyişir. Rəsmi təsdiqini tapmayan bu məsələ uzun illərdir müzakirə olunur. Xüsusilə də qəbir yerlərinin qeyri-rəsmi satışı və qiymətlərinin süni şəkildə artırılması ilə bağlı narahatlıqlar davam eləyir. Qabaq belə döyürdü. Qabaq deyəsən pul da vermirdilər geri götürəndə. Yəni ki, bu elə olmalıdır ki, bu adamın yaxını rəhmətə gedib də. Buna heç olmasa bir güzəşt, nə bilim, bir şey eləsinlər ki, bu cəmaat bilmir, ölüsün dərdini çəksin, yoxsa onun dəfnini dərdini çəksin. Burada elə qiymətdir ki, 8.000 var, 10.000 var. Elə içində qiymət çox bahadır. Kətlərdə 200 manatla, 400 manatla yer götürmək olur. Yəni biz də götürmüşük də. Ancaq burada yox, burada bahadır. Nə qədərdir burada? Çox. Əslində necə olmalıdır? Havayı olmalıdır, necə olmalıdır? Əvvəlki vaxtlarda necə idi mənim? Havayı. Anam 71-də rəhmətə gedəndə havayı idi. İndi neçədir bəs? İndi bilmirsiniz bəyəm neçədir? 10.000-dən danış, 8.000-dən. Hüquqşünaslar isə bildirirlər ki, qanunvericiliyə əsasən qəbir yerlərinin satışı qadağandır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 4 dekabr 2018-ci il tarixli qərarı ilə qəbristanlıqların salınması və idarə olunması qaydaları təsdiq edilmişdir. Həmin qaydaların 17.2-ci bəndinə əsasən qəbir yerləri Azərbaycan Respublikası vətəndaşlarına ödənişsiz təqdim edilir. Yəni, bu qəbir yerindən bağlı hər hansı bir haqqın, pulun tələb edilməsi qanunsuzdur. Lakin apardığımız müşahidələr zamanı başqa bir mənzərənin də şahidi olduq. Bəzi sahələr boş olsa da, bron edilib adı ilə istifadə olunmur. Bu isə həm məzar yeri tapmaqda çətinlik yaradır, həm də torpaq sahələrinin əvvəlcədən tutulmasına səbəb olur. Qəbristanlıqda hasarlanaraq ayrılan sahələrlə bağlı məlumat almaq üçün qəbristanlıqda fəaliyyət göstərən nümayəndəliyə yaxınlaşdıq. Ancaq nümayəndəlikdə heç bir əməkdaş yox idi. Daha sonra telefonla əlaqə saxlanıldı və 2 saylı Dağüstü qəbristanlığından bildirildi ki, qəbristanlıqda məzar yeri üçün ödəniş tələb olunmur. Dəfn mərasimi üçün rüsum 63 manat təşkil eləyir. Qeyd edildi ki, bu ödənişə tikinti materiallarının dəyəri daxil deyil. Bir nəfər üçün nəzərdə tutulan məzar sahəsi isə 5 kvadrat metrdir. Ər və ya arvad vəfat etdikdə digər həyat yoldaşının ərizəsi əsasında ona bitişik məzar yerinin saxlanılması mümkündür. Dini qurumlarla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, qəbir yerləri qəbristanlıq
müdiriyyəti tərəfindən ödənişsiz ayrılmalıdır. Qurum həmçinin qeyd edir ki, bəzi ərazilərdə ödənişlə bağlı yayılan məlumatlar cəmiyyətdə haqlı narahatlıq doğurur. Hazırda mövcud problemlərin aradan qaldırılması və idarəetmənin təkmilləşdirilməsi üçün aidiyyatı qurumlar arasında müzakirələr aparılır. Millət vəkili Kamran Bayramovun sözlərinə görə isə 2040-cı ilə qədər ölkədə yeni nümunəvi qəbirstanlıqların yaradılması planlaşdırılır. Bu məqsədlə 130 hektar ərazinin ayrılması nəzərdə tutulur. Həmçinin məzar yerləri və qəbir daşları ilə bağlı qaydaların hazırlanacağı və dövlət reyestrinin yaradılacağı bildirilir. Pulsuzdur və bütün bu proses, yəni çox maraqlıdır ki, ölümə qədər, yəni sözün bütün mənalarında ölümə qədər pulsuzdur, ancaq gəl ki, torpağı da tapşıranda pul istəyirlər. Yəni bu qədər pul hara gedir, çox maraqlıdır. Bax, elə bu sualı yaxşı verir Aysel. Adətən biz bələdiyyələrlə bağlı sujetlərdə, hansısa bir yol təsərrüfatının və s. onların səlahiyyətində olan bir məsələ ilə bağlı onlara müraciət edəndə onlar nə bildirirlər? Bizim büdcəmiz vətəndaşların verdiyi vergilər əsasında formalaşdırıldığından biz onları almaqda, yəni yığımlarda çətinlik çəkirik deyə vəsait çatışmazlığı var. Demək, qəbirstanlıqlar bələdiyyələrin necə deyim, səlahiyyətindədir və bu yığımlarda birbaşa olaraq bələdiyyələrə gedir. Gəlin etiraf edin. Yəni, şifahi razılaşmalar hansı formada əldə olunur? Demək, bələdiyyələrlə. Yəni, bu məsələdə təsəvvür edin ki, görün nə qədər boşluqlar var. Var. Nəzarətsizlik, özbaşınalıq var. Deyərdi ki, yəni təbii ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi qanunla bu qəbir yerləri pulsuz verilməlidir. Amma bugün 8-10 minə və daha artıq, birazdan deyərdim ki, ev qiymətinə qəbirlər satılacaq. Yəni, bu nə dərəcədə düzgündür? Yəni, ölkədə ümumiyyətlə ən bahalı resurs torpaqdır və öləndə də həmin şəxslərə yəqin ki, elə süjetdə də gördünüz, qəbirstanlıqda. Amma halda Aysel, gəlin etiraf edin, nümunəvi qəbirstanlıq modelləri də var. Bəzi ərazilərdə bu tipli qəbirstanlıqlar, QR qəbirstanlıqları və s. və ilaxır bu qəbirstanlıq modelləri də var və dövlət tərəfindən də bu istiqamətdə təşviqat işləri aparılır. Bir neçə dəfə elə millət vəkilləri də bizim verilişimizdə qonaq olanda biz bu məsələyə toxunmuşuq. Amma bu piroqun hansısa bir cüzi bir hissəsində, yəni böyük bir kəsim piroqda daha çox bu şifahi razılaşmalar əsasında olur. Bu daha çox görüntüyə əsaslanan tərəfidir, deyərdik ki, amma elə sadə qəbirstanlıqlar var ki, elə xaricdə yəqin ki, filmlərdə də siz görmüsünüz. Yəni, o qəbirstanlıqlardan hiss olunmur, həmin insanın varidatı nə qədərdir, həmin insan kasıblığı varlığını. Əslində belə olmalıdır, çünki öləndən sonra nə xeyri var ki? Bəli, son illər plastik əməliyyat elətdirmək də trendə çevrilib, hörmətli tamaşaçılar. Deyərdik ki, sosial şəbəkələrin bu məsələdə dırnaqarası rolu çoxdur. İdeal üz, qüsursuz bədən obrazları sürətlə yayılır və bu da bir çox insanı təbii ki, bıçaq altına yatmağa sövq eləyir. Bəzən düşündürür bu məsələ insan. Həqiqətən bu əməliyyatlara ehtiyac var, yoxsa sosial təzyiqin yaratdığı illüziyadır bu? Bəli, gözəllik naminə atılan bu addımların görünməyən tərəfləri varmı? Ümumiyyətlə, Nəzrin Elxan qızı araşdırıb. İdeal görünüş uğrunda yarış bir çox insanı öz xarici görkəmindən narazı salır və müxtəlif estetik müdaxilələrə yönəldir. Mütəxəssislər deyir ki, bu istəklərin arxasında çox zaman daha dərin psixoloji səbəblər dayanır. Bəs insanları öz zahiri görünüşünü dəyişməyə vadar edən amillər hansılardır? Davam olaraq diqqətin bəyənmədikləri nöqtələrdə olması, daima olaraq üzdə bədəndə hər hansısa bir nöqtələrlə oynama, hər hansısa daim olaraq bir prosedurlardan keçmə, artıq insanın öz əvvəlki görüntüsü ilə indiki baxdığı zamanki görüntüsünün arasında dağlar qədər bir fərq olması və daim olaraq hər dəfəsində özündən bir şəkildə o prosedurlardan keçərək yaxşı hiss edirəm deyə yanaşması burada bədən dismorfik pozuntudan danışmamıza səbəb ola bilər. Estetik əməliyyatlara yönəlmənin arxasında təkcə şəxsi istək yox, sosial təsirlər də dayanır. Psixoloq belə deyir. Bəs sakinlər estetik müdaxilələrə marağın artmasını nə ilə əlaqələndirirlər? Valla mən özüm də istəyirəm elətdirmək. Yəni, buna da heç pis baxmıram, çox da xoşum gəlir. Yəni, mənə görə çox qəşəng bir şeydir. Hər kəsə də tövsiyə edirəm ki, yəni bunu istəyən hər kəsə tövsiyə edirəm ki, ilk öncə həkimi yaxşı araşdırsınlar, onun əl işlərinə baxsınlar, sosial mediasına baxsınlar. Bu şəkildə daha uğurlu nəticələr məncə. İlk öncə estetik əməliyyatı elətdirməmişdən əvvəl həkimi araşdırmaq lazımdır. Həkimləri çox yaxşı
tapmaq lazımdır ki, bəzi hallar olur ki, yəni xəbərlərdə də gördüyümüz üzrə, yəni çox pis fəsadlara gətirib çıxara bilir də. Yəni olur ki, piy götürmə əməliyyatı belə ölümdən nəticələnə bilir. Yəni ona görə çox yaxşı araşdırmadan heç vaxt belə bir şey edəni tövsiyə eləmirəm mən. Estetik əməliyyatların artması ilə yanaşı, bu sahədə nəzarət, təhlükəsizlik və məsuliyyət məsələləri də daha çox müzakirə olunur. Xüsusilə klinikaların fəaliyyəti, həkimlərin peşəkarlığı və əməliyyatlardan sonra yaranan fəsadlar diqqət mərkəzindədir. Bəzi plastik və rekonstruktiv əməliyyatlar müvafiq kurs keçməklə sertifikasiya şəhadətnaməsi qüvvədə olan ümumi cərrah, üz-çənə cərrahı, otorinolaringoloq, yəni lor cərrah, eləcə də oftalmoloq ixtisaslı həkimlərə də adiyyəti əməliyyatları icra etməyə icazə verilir. Kosmetoloji estetik prosedurlar istisna olmaqla ötən il üzrə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə plastik əməliyyatlardan sonra yaranan fəsadlarla bağlı 13 şikayət ərizəsi daxil olmuşdur ki, həmin müraciətlər eyni və ya fərqli müəssisələrdən uyğun olaraq da eyni və ya fərqli həkimlər olması tərəfimizdən baxılması, araşdırılması və qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi məqsədi ilə icraata götürülmüşdür. Əməliyyatdan əvvəl yalnız tibbi yoxlamalar deyil, həm də hüquqi məsələlərin araşdırılması vacibdir. Çünki tərəflərin hüquq və öhdəlikləri öncədən dəqiq müəyyənləşdirilməlidir. Bir çox hallarda müqaviləni həmin mütəxəssis və ya tibb müəssisəsi tərəfindən təklif olunur bağlamaq, imzalamaq. Təəssüflər olsun ki, bizim vətəndaşlarımız əksər hallarda həmin müqavilə ilə tanış olmurlar və ya tanış olduqda ona hər hansı bir dəyişiklik etmək istəmirlər və yaxud da ki, hesab edirlər ki, mümkün deyil, amma mümkün məcəlləyə əsasən istənilən müqavilə tərəflərin razılığı ilə bağlanır və tərəflər istənilən müqaviləyə istədikləri təklifləri və yaxud da ki, orada olan hansısa bir müddəana razı olmadıqda həmin müddəanın, normanın çıxarılmasını və ya dəyişdirilməsini tələb edə bilər. Beləliklə, estetik əməliyyatlara qərar verərkən təkcə istək deyil, risklər və mümkün nəticələr də nəzərə alınmalıdır. Mütəxəssislər tövsiyə edir ki, həm tibbi, həm də psixoloji hazırlıq düzgün qiymətləndirilməlidir. Bəli. Lazımdır Maysel. Tibbi səbəblər varsa qaçılmazdır təbii ki, amma əgər insan şüurlu şəkildə estetik əməliyyata qərar verirsə və hansısa bir kompleksini aradan qaldırırsa, bu təbii ki, bu onun seçimidir. Bu onun seçimidir, amma kiməsə oxşamaq üçün ediləndə təbii ki, bir qədər tablo dəyişir. Lazım deyil. İllərdir evində yaşa, ancaq çıxarışın olmasın. Daha çox paytaxtı əhatə edən bu tip evlərin problemi uzaq keçmişə dayanır. Bəli, Sovet dövründə tikilən əsasən bu evlər çıxarışsız qalıb. Sıradakı süjetimizin də elə qəhrəmanı da bu tip problemlə qarşı-qarşıyadır. Ceyhun Səbahəddinoğlu qaynar xəttimizə müraciət edən tamaşaçımızın problemini araşdırıb gəlin baxaq. Onda elə bu keçlənin icra nümayəndəliyi xəbər göndərdi bizə ki, sənədləri gətirin verin bura. Çıxarış veriləcək, sənəd veriləcək. Mən də apardım, lazımlı sənədləri verdim, həmən o sizə göstərdiklərimi. Uşaqlarımız, adamımız verdim ora sənədlərini. Da ondan sonra da bir xəbər çıxmadı. Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi Nizami Abdullayev küçəsi 4-21A saylı fərdi yaşayış evində yaşayan müsahibim Qüdrət Müsrüd deyir ki, illərdir evinə çıxarış ala bilmir. Bununla bağlı müvafiq qurumlara rəsmi müraciət də edilib. Yenə də getdim, asan xidmətə müraciət elədim. Yenə də bunları götürdü, göndərdi. Dedi 15 günə qədər məlumat verəcəklər. Bu axırıncıda 15 günə məlumat xəbər verirdilər. Bu 15 gündə keçdi, yenə gəldi ki, yoxdur. Sən haqqında bir məlumat əldə edə bilmədik. Ötən əsrin 70-ci illərindən burada məskunlaşan müsahibim Sovet dönəmindən qalma sənədlərə malikdir. Bununla yanaşı, onun həmin ünvanda yaşaması bələdiyyə sənədlərində də öz əksini tapıb. Yaşadığı mənzil bütün kommunallarla təmin olunduğundan müvafiq kommunal ödənişlər də edilir. Qaynar xəttimizə müraciət edən vətəndaşın üzləşdiyi çətinliyi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ünvanladıq. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın atası mərhum Müsrüd Abdullah Seyfullah oğlunun adına söz gedən ünvandakı daşınmaz əmlakın qeydiyyatdan keçməsi ilə bağlı məlumat və texniki pasport aşkar edilməyib.
Həmin sənədlərin Milli Arxiv Fondunda olma ehtimalını nəzərə alaraq vətəndaşın fonda müraciət etməsi məqsədə uyğun hesab edilir. Görünür, məsələnin həllinə gedən yol Milli Arxiv Fonduna müraciətdən keçir. Bəli, elə bu sujetlə də verilişimizi artıq yavaş-yavaş yekunlaşdırırıq. Ancaq ondan əvvəl isə təbii ki, günün sualının nəticələri var. Sizdən soruşurduq ki... Bəli, intensiv yağış sizə hansı çətinliyi yaratdı, hörmətli tamaşaçılar? Cavablar artıq hazırdır. Su kəsildi deyənlər 38% təşkil edib, evimi su bastı deyənlər 27% təşkil edib, problem yaşamadım deyənlər isə 35% Bərabər səviyyədədir. Yəni, ən azı verilən səs vermədən bu qənaətə gəlmək olur ki, yəni bu problem bərabər səviyyədə, yəni bizə baxan tamaşaçıların bərabər səviyyəsində olduğunu göstərir ki, bəziləri problemi ümumiyyətlə yaşamayıblar, bəzilərinin suyu kəsilib, evini su basıb, istənilən halda, yəni bir neçə gündür... Çünki həqiqətən də elə paytaxtın müxtəlif ərazilərində müxtəlif mənzərələrin... Abşeron rayonu, daha doğrusu və müxtəlif mənzərələrin şahidi olduq. Həqiqətən də bu məsələ elə gündəlik həyatımıza birbaşa təsir edən sosial problemdir. Yəni, ümid eləyək ki, növbəti aylarda elə proqnozlar bürosundan da nümayəndəmiz onu qeyd elədi ki, artıq o cür şiddətli yağışlar hələ ki gözlənilmir. Aprel ayının normasına uyğun şəkildə bu ayımız davam edəcək. Bəli, Fövqəladə Hallar Nazirliyinin təxliyə proseslərində biz gündəlik statistikalarda görürük. Təxminən 800 minə yaxın insan artıq köməksiz vəziyyətdə qalıb evlərində, onlar xilas olunub. Çünki Bakı şəhər İcra Hakimiyyətinin ötən günkü məlumatında da bildirildi ki, bəzi təxliyə prosesi icra olunan insanların bəziləri artıq hotellərə yerləşdirilib. Bu da o deməkdir ki, həmin ərazidə suyun çəkilməsi prosesi bir neçə gün çəkəcək. Ona görə də həmin insanları hotellərə yerləşdiriblər. Bəli, hörmətli tamaşaçılar, bizim isə bugünlük çatdıracağımız bunlardan ibarət idi. Studiyada Aysel Məmmədli və mən Aydın İsmailov idim. Sabah isə digər həmkarlarımız Anar Abbasov və Günel Davud tandemi sizlə bərabər olacaq. O vaxta qədər salamat qalın. Sağ olun.